Psixoloqa gedib pul verməkdənsə, özünlə məşğul ol, o pulu gedim sənə səyahət edək, alış-veriş et, gəz, ye, iç, əylən. Düzdür? Bunu deyənlər az deyil. Amma əslində nə baş verir? Psixoloqa vermədiyin pulu düşünür ki, psixoloq orada oturubdu, bu sadəcə ona aparır, pul verir. Psixoloq işini görür, digər mütəxəssislər kimi, necə ki, cərrah kimi, necə ki, müəllimə kimi, necə ki, həkim kimi, digər mütəxəssis kimi, necə ki, sən işlədiyin, işlədiyin və qarşılığında aldığın iş kimi. Psixoloqu boş görmək, onun işini dəyərsizləşdirmək, o insanın şuuraltısındakı dərinlikdə bir boşluqla məşğul olması, boş işlə məşğul olması kimi bir kodu var, o deməkdir. İnsan özünə qarşı nədirsə, öz işinə, öz dəyərinə qarşı nədirsə, istər-istəməz, sən asıl olmadan onu biruzə verirsən qarşı tərəfə. Sən özün həyatda boş işlə məşğulsan ki, psixoloqun işini də dəyərsizləşdirirsən, bu təhsili də dəyərsizləşdirirsən. Ona görə dəyərsizləşdiririk ki, gedirik, dərd danışırıq da, problem danışırıq da, neyinirik? Oturub problem danışırıq və o pul qazanır. Və gələn elə düşüncədə olan pasientlərdə deyir ki, nə yaxşıdır, gedim mən də bir psixologiyanı oxuyum, bir-iki kurs keçim, olum psixoloq, qazorum, qazandı olurum. Əzləm, bu belə deyil. Ona görə ölkədə psixoloq əlindən gəzmək olmur. Bu işdə yorulmaq lazımdır. İstənilən işdə professional olmaq istəyirsənsə, istəyirsən aşpaz ol, istəyirsən müğənni ol, istəyirsən rəssam ol, kim olursan ol, kimdən asılı olmayaraq. Sən bu işi pul qazanmaq üçün gəlmirsənsə, heç vaxt pul qazana bilməyəcəksən, heç vaxt yerini də tapa bilməyəcəksən. Pul qazanmaq üçün yox, iş görmək üçün gəlmirsənsə, bu işi ona görə seçmisənsə ki, kiməsə faydalı olasan, kimisə ən ağır vəziyyətdən çıxarda biləsən və sənin özəl yerin olur. Sən bunu pul qarşılığında görməyə çalışsan, heç o pul sənə yetməyəcək, heç o pul sənə yüksəkliyə aparmayacaq, yeni biliklər əldə etməyəcəksən. Sadəcə sən biznes, pul düşünürsənsə, xahiş edirəm, psixologiya yox, ki, başqa işlərlə məşğul ol. Psixologiya ən ağır sahədir. Demək olar ki, bütün sahələrdən ən ağırıdır. Və bunu çözən professional insan özünü çözmüş insandır, özlərində işləmiş insandır. Özlərində işləməyən kompleksləri, travmaları, kabirləri, takıntıları, şəxsiyyət pozuntuları olan insanlar bugün psixoloq işləyəndə çox ciddi, birincisi pasiyentə ziyan vurur, İkincisi, öz problemlərini həll etmə şəklini onlara göstərir. Məsələn, kompleksli olan bir pasiyent gəlir, deyir ki, mən burnumu düzəltdirmək istəyirəm. Məsəl üçün, mənim qollarımdan utanıram, belim əyridir və yaxud ki, dodağım istədiyim kimi deyil, qaşım, üzüm, saçım, neysə də bir komplekslər var, utanır. Bu psixoloq həmin insan nə məsləhət görəcək? Qarşında oturub psixoloq bütün bu kompleksləri əməliyyat sayəsində və yaxud da gözəllik prosedurları sayəsində edibsə, o sənə nə deyəcək? O da səni özün kimi et deyəcək də, düzdürmü? Özü həll etmədiyi bir problemi sənə necə desin, get həll et, belə. Düzdür? Deyəcək ki, get kosmetoloqa, get pul xərclə, deyəcək ki, nə yaxşı, görsən psixoloq mənə deyir ki, get özünə məşğul, yəni gözəlliklə məşğul, amma ruhunla məşğul ol demir. Deyir ki, get pulları xərclə kosmetoloqlara, pulları xərclə həkimlərə, əməliyyatlara, köklük problemi var və sən getmirsən psixoloqa, deyir ki, get əməliyyat elə, mən necə əməliyyat elərim, sən də elə. Neyinir, ziyan vurur mu? Əslində, sən şuuraltıda dəyişmədiyin bir prosesi bir neçə müddətdən sonra o başqa bir xəstəliyə çevrilib və yaxud da əməliyyat altında sən o vəziyyətdən çıxa bilməyəndə və ziyan deyil bu. Psixologiya elmi ruhla çalışan bir insandır. Psixoloq ruhu dəyişdirir, ruhun travmalardan azad edir. Get xarici görkəminə pul xərclə deyib pasiyenti qoluna qarpız verərək göndərmir. Görsən, mən pul xərcləyirəm, amma mən nə deyirəm? Deyirəm, ruhunla məşğul ol. Əziyyətlidir bu yol. Sən gedə biləcəksənmi? Dayana biləcəksənmi? Yox, sən əgər deyirsən, yox, ona görə bir-iki seans bəs edir o psixoloqlar, deyir, bəsdir, 2-3 seans aldın, həftə bir dəfə oldu. Yəni istədiyi maddiyyatı aldı və səni yola saldı.
Amma sən dərin terapiya alırsansa, şəxsiyyətin dəyişir. Mənim terapiyalarımda sənin həyatın dəyişir, sənin enerjin dəyişir və sən başqa bir həyat tərzinə keçirsən və bu daimi kurs və 21 günlük, 63 günə kimi bir kurs və onun üzərində olan bir kursdan keçirilir. Bu dərin özünü qəbul etməyə başlayan xəstəliklərinlə, həyatınla, özünlə məşğul olub özünü bir başqa bir səviyyəyə çatdıranlar üçündür. Psixoloqa gəlib arzu qur, nə bilim, get o arzunu et, nə bilim, manifest et, belə bir şeylərlə məşğul deyil. Səhv salmayaq. Həmin insanlar, yəni sizə hansı yolu keçibsə, onu edirik. Bəzi marafonlar var ki, bahalı görsənmək istəyirsənsə, belə elə, yəni enerjidir. Sən istənilən bir manatlıq bir köynək geyə bilərsən, 100 manatlıq köynək enerjisi verə bilər. O sənin enerjinə düşdüyü üçün oldu. İnsan hər hansı maddiyyatla, pulla bunu ala bilməz. Mümkün deyil. Sən karma yığmısansa, karmalarını işləmirsənsə, əziyyət çəkmək istəmirsənsə, başqalarının enerjisinə baxıb, oğurlayıb, mən də elə olmaq istəyirəm deyirsənsə, sən heç vaxt doğru pozitiv enerjiyə düşə bilməzsən. Sən doğru yolda ola bilməzsən. Sən düşünürsən ki, o psixoloqa xərclədiyin, getdiyin seansların yerinə gedək səyahət edək, gəzək, alış-veriş et, bəli. Gedə bilərsən, zaten onu gəlmədən də deyə bilərsən. Sən getdiyin halda hansı halda gəlmirsən? Hansı depressiv halda, hansı problemli halda, hansı konfliktlərlə, hansı enerjide o ölkələri, o şəhərləri, o alış-verişi, o kosmetologu, o şeyləri gəzirsən, hər depressiya düşəndə gözəllik salonuna gedib, özünü bəzəməklə düşünürsən ki, sən oradan daha gözəl çıxdın, xeyr, çıxmırsan. Sən ruhun təmiz deyilsə, gözəl deyilsə, yenə də o enerjiden çıxırsan. İnsanlar oradan çıxandan sonra sənə deyir necə dəyişmişsən, yaxud ki, hə, bir günü bir səliqəli görsənə bilərsən, səhərsi günü səliqə varmı? O gözəllik, o enerji varmı? Yox. Biz nə edirik? Başqasını görürük, o enerjini uğurlamaqla məşğuluq. Uğurlayırsan, düzdür. O insana da, uğurladığın insana da o dərsdən, o yüksəkliyi keçmək üçün ona da o lazımdır. Sən uğurladığın insanlara zərbə vurursan, pislik edirsən, amma özündən 100 qat zərbə vurursan. Uğurladığın insan daha güclü insandırsa, o daha yüksək enerjiyə çıxır. Düz ona çətin ola bilər, problem ola bilər. Amma da o mübariz insan olduğuna görə o daha başqa səviyyələri görür. Ona görə ruhla məşğul olun. Ora yatırdığınız heç bir yatırım heç yana getmir. Amma siz doğru yola getməlisiniz, baxmalısınız. Hər tərəfli kimi. Bu psixoloq özünlə məşğul olurmu? Öz ruhunla mı çalışırmı? Verdiyi məsləhətlər özü gedibmi? Praktikası varmı? Yoxsa hər kəs yəni kimi gəldi, nəyə gəldi, bildi, bilmədi, bunu etdiyimiz halda biz heç bir yolu başa vura bilmirik. Biz egomuzu əzmədikcə, başqalarını yaxşı olduğumuzu, məndən yaxşı yoxdur dedikcə, mən egosunla əzdikcə, empati qurmağı bilmədikcə, başqasını məhv etmək, qırmaq, sökmək, dökməklə məşğul olan insan heç bir zaman yüksəliyə nail ola bilməz. Çünki enerjinin icazı vermir. Sən bir anlıq özünü qalib hesab edə bilərsən, amma sənin görmədiyin tərəflərdə daha yüksəklərə, o məhv etmək istədiyi insan daha yüksəklərə gedir. Ona görə də sənə təşəkkür edir o insan ki, çox sağ ol, vəziyyəti verdi, amma daha yüksəkdəyəm. Yəni, kimsəyə ziyan vurmayın, uğurlamayın, terapiya mütləq alın. Mən düşünürəm ki, terapiya alan insanlar həyatı dərk edən insanlardır, özünə başa çıxan insanlardır, köhnə zəncirləri qıran insanlardır. Terapiya almayan insanlar isə bu dərinliyi bilməyən, özünlə mübarizə aparmayan, qarşısındakı insana gördüyü işə dəyər verməyən insanlar, yəni düşünün. Nə veririksə, eynisi bizik. Qarşımdakini dəyərli görürəmsə, nə hiss etdiyini görürəmsə, sən də dəyərlisən. Yox, dəyərsizləşdirirəmsə, nə işlə məşğuldur, nə bilim, danışır. Düşün ki, sən haqqında da insanlar elə düşünür. Və bunu dəyişməyin bir zamanı var, bunu dəyişməyin bir yolu var və insan özü-özünə bunu edə bilmədiyinə görə, mümkün olmadığına görə sənə bir dəstək lazımdır. Və heç vaxt bu dəstəkdən özünü geri çəkmə, qəbul et.